Salam, hər vaxtınız xeyir. Bu videoda sizlə yaş məsələlərinə aid suallara baxacağıq. Gəlin başlayaq. İlk sualda ana qızından 24 yaş böyükdür və 8 ildən sonra o qızından 3 dəfə böyük olacaq. Ananın neçə yaşı var? Və burada nə edərik? Ana və qız. Ana və qız. Deyir ki, ana qızından 24 yaş böyükdür. Qıza x deyirəm, ana bundan 24 yaş böyükdür deyə onlar x plus 24. 8 ildən sonra. 8 ildən sonra nə olacaq? Bunlar hər ikisi 8 yaş böyüyəcək. 8 ildən sonra ana da 8 yaş böyüyər. 8 il sonra yazım. Qız da 8 yaş böyüyəcək. Yəni ana olacaq x plus 32. Qız isə olacaq elə x plus 8. 8 ildən sonra o qızından 3 dəfə böyük olacaq. 8 il sonra ana x plus 32'dir. O qızından 3 dəfə böyük olacaq. X plus 8-dən 3 dəfə böyük. Onda nə olar? X plus 32 bərabərdir 3x plus 24-ə. Gəlin belə eləyək. X ataq sağ tərəfə, 24-ü ataq sol tərəfə. 32 çıx 24 bərabərdir 3x çıx x. 8 bərabərdir 2x-ə, x də bərabərdir 4-ə. Ananın neçə yaşı var? Qızın 4 yaşı, ananın isə 4 üstəgəl 24, yəni 28 yaşı var. A variantı. İkinci suala baxaq. Ata oğlundan 27 yaş böyükdür. Yenə ata, oğul. Ata oğlundan 27 yaş böyükdür. Oğula x desəm, ata bundan 27 yaş böyükdür. 4 ildən sonra 4 il sonra hər ikisi 4 yaş böyüyəcək. X plus 27 plus 4, yəni x plus 31. At oldu x plus 31, oğul isə x plus 4. 4 ildən sonra o oğlundan 4 dəfə böyük olacaq. Yəni 4 il sonra ata böyük olacaq oğuldan 4 dəfə. Buradan x-i taparıq. X plus 31 bərabərdir 4x plus 16. Deməli, x-i bir tərəfə 16-na bir tərəfə atsam, 31 çıx 16 bərabərdir 4x çıx x-ə, 15 bərabər 3x-ə, x bərabərdir 5-ə. Deməli, oğulun 5 yaşı var, atanın isə 5 üstəyə 27, yəni 32 yaşı var. Atanın neçə yaşı var? 32. C variantı. Üçüncü sualda, ata oğlundan 34 yaş böyükdür. Yenə ata, oğul. Ata oğlundan 34 yaş böyükdür. Oğula x desəm, ata ondan 34 yaş böyük. X plus 34 olar. Oğulun yaşı atanın yaşının 21-də 4-ünə bərabərdir. A, B-nin hansı hissəsini təşkil edir deyəndə nə edirdik? Oğulun yaşı x-dir. Atanın yaşı x plus 34-dür. Oğulun yaşı x, atanın yaşı x plus 34-dür. Bu da hansı hissəni təşkil edir? Oğul atanın 4-də 4 böl 21 hissəsini. Bu formada yaza bilərəm, ya da nə edərəm? Oğul nəyə bərabərdir? Oğul bərabərdir atanın 21-də 4-ünə. Bu formada da yazaram. Hər tərəfi 21-ə vuraram ki, bu məxrəcdən canım qutarsın. 21x bərabərdir x plus 34 vur 4. 21x bərabərdir 4x üstəgəl 34-ü 4-ə vursam eləyər 136. 4x-i sol tərəfə ataq. 21x çıx 4x bərabərdir 136-ya 16. 17x bərabərdir 136-ya. X də bərabərdir 136-nı 17-yə böləndə gəlib düşəcək 8 dəfə. X oldu 8. Deməli, oğulun 8 yaşı var, atanın 42. Bizdən elə bunu istəyir sadəcə. A variantı. Oğulun neçə yaşı var? Dördüncü suala baxaq. Eyni tipli sualdır. Deməli, ata, oğul. Ata oğlundan 25 yaş böyükdür. Oğul x, ata bundan 25 yaş böyük. Oğulun yaşı bərabərdir atanın yaşının 8-də 3-ü. Atanın yaşının 8-də 3-ü. Hər tərəfi vuraram 8-ə, canım məxrəcdən qutarsın. 8x bərabərdir x plus 25 vur 3. Bu 8-lər getdi.
8x bərabərdir 3x üstəgəl 75-ə. 3x atıram sol tərəfə. 8x çıx 3x bərabər 75. 5x bərabərdir 75. X də bərabərdir 75 böl 5, yəni 15. Deməli, oğlum var 15 yaşı, atanın isə bundan 25 yaş böyük, yəni 40 yaşı var. B variantı. Baxaq 5-ci suala. Atanın yaşı 35. Ata 35-dir. Uşaqların yaşı isə 2 və 7-dir. Deməli, 2 dənə uşaq var. Birinci uşaq 2, ikinci uşaq isə 7. İkinci uşaq isə 5. 2 və 5-dir. Neçə ildən sonra atanın yaşı uşaqların yaşlarının cəmindən 2 dəfə çox olacaq. Deməli, neçə ildən sonra? Bilmirəm. Neçə ildən sonra olduğunu bilmirəm deyə yazıram x ildən sonra. X ildən sonra. Atanın yaşı nə olacaq? 35 plus x. X ildən sonra 35 plus x. Uşaqların. Deməli, birinci uşaq olacaq 2 plus x. İkinci uşaq olacaq 5 plus x. Deyir ki, neçə ildən sonra atanın yaşı 35 plus x. Uşaqların yaşlarının cəmi. Gəlin bunları cəm eləyək. 2 üstəyəl x üstəyəl 5 üstəyəl x eləyər 7 üstəyəl 2x. Uşaqların yaşlarının cəmindən 2 dəfə çox olar. Uşaqların yaşlarının cəmi 7 üstəyəl 2x-dən 2 dəfə çox olar. Bunu hesablayaram. 35 üstəyəl x bərabərdir 14 üstəyəl 4x. 35 çıx 14 bərabər. Bunu sola, bunu sağa atdım. 4x çıx x. 21 bərabərdir 3x-ə. X də bərabərdir 21 bölü 3. 7-yə. Deməli, 7 ildən sonra atanın yaşı uşaqların yaşlarının cəmindən 2 dəfə çox olar. Cavab 7. Baxaq 6-cı suala. Eyni sualdır. Atanın yaşı 36. Ata 36. Uşaqlar. Demək, birinci uşaq, ikinci uşaq. Birinci uşaq 3. İkinci uşaq 6 yaşı var. Neçə ildən sonra atanın yaşı uşaqların yaşının cəmindən 2 dəfə çox olar. Neçə ildən sonra? X ildən sonra. Bilmirik axı neçə ildən sonradır. Ona görə nə edərəm? X ildən sonra atanın yaşı 36 üstəyəl x olar. Uşaqların birinin yaşı 3 üstəyəl x, ikincinin yaşı 6 üstəyəl x. Bunların cəmi. Baxın, 2 dənə uşaqdır deyə cəmi 2x dəfə artır, fikir versəz. Əvvəl cəmi 9 idi. İndi olur cəmi 9 üstəgəl 3 üstəyəl x üstəgəl 6 üstəyəl x eləyər 9 üstəyəl 2x. Baxıram, hə, cəmi nə qədər artıb? 2x dəfə. 2x qədər, dəfə yox, 2x qədər. Deyir ki, x ildən sonra atanın yaşı bərabərdir uşaqların yaşının cəmindən 2 dəfə çox. Yəni, uşaqların yaşlarının cəmini 2-yə vurdum. 36 üstəyəl x bərabərdir 18 üstəyəl 4x-ə. 18 atdım sol tərəfə. 36 çıx 18 bərabərdir 4x çıx x-ə. 18 bərabər 3x. X bərabərdir 6. 6 ildən sonra oldu cavab. 7-ci sualda ana qızından 3 dəfə böyükdür. Deməli, bir ana, bir də qız. Ana qızından 3 dəfə böyükdür. 10 ildən sonra o qızından 2 dəfə böyük olacaq. Ananın indi neçə yaşı var? Deməli, qıza x desəm ana 3x. 10 ildən sonra 10 il sonra ananın yaşı olacaq 3x plus 10, qızın yaşı olacaq x plus 10. 3 ildən sonra ana 3x üstəgəl 10, qızından 2 dəfə çox olar. Onda 2-yə vuracam qızın 10 ildən sonraki yaşın. 3x üstəgəl 10 bərabərdir 2x üstəgəl 20. X atıram sol tərəfə. 3x çıx 2x bərabərdir 10 atıram sağ tərəfə. 20 çıx 10. X bərabərdir 10. Deməli, x-i tapdım. Qızın var imiş 10 yaşı, ananın da var imiş 3 dənə 10, 30 yaşı. Ananın indiki yaşını soruşur. 30. Baxaq 8-ci suala. 8-də ana qızından 3 dəfə böyükdür. Ana, burada qızı. Ana qızından 3 dəfə böyükdür, yəni qızı x, ana 3x. 9 ildən sonra. 9 il sonra o qızından 2 dəfə böyük olar. Eyni sualdır. 9 il sonra ana olacaq 3x üstəyəl 9, qızı olacaq x üstəyəl 9. 3x üstəyəl 9, yəni ana qızdan 2 dəfə çox olar. 2 dənə x üstəyəl 9-a bərabər olar. Onda yazıram 3x üstəyəl 9 bərabərdir 2x üstəyəl 18.
Bunu atıram sol tərəfə. 3x çıx 2x bərabərdir 18 çıx 9. X oldu 9. Deməli qızın 9 yaşı var. Ananın 3 dənə 9. Yəni 27 yaşı var. Baxaq 9-cu suala. Oğlun 5, atanın 25 yaşı var. Deməli oğul, ata. Oğlun 5, atanın 25 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlun yaşından 2 dəfə böyük olar? Neçə ildən sonra? Bilmirəm. X ildən sonra. X ildən sonra. Atanın yaşı oğlun yaşından sonra. Nə edərəm? X ildən sonra oğlun yaşı olar 5 üstəyəl x, atanın yaşı olar 25 üstəyəl x. Atanın yaşı 25 üstəyəl x bərabər olar oğlun yaşından 2 dəfə çox. 2 dəfə 5 üstəyəl x-ə. 25 üstəgəl x bərabərdir 10 üstəgəl 2x-ə. Onu sol tərəfə, x-i sağ tərəfə atsam 25 çıx 10 bərabərdir 2x çıx x. Yəni x bərabərdir 15. 15 ildən sonra ata oğlundan 2 dəfə böyük olar. Cavab 15. Baxaq 10-cu suala. Oğlun 6, oğlun 6, atanın 29 yaşı var. Neçə ildən sonra? Yəni neçə il deyirsə, yəni məhsul bir il varsa yazıram x ildən sonra. Sonra atanın yaşı oğlun yaşından 2 dəfə böyük olar. X ildən sonra oğul olacaq 6 üstəyəl x, ata olacaq 29 üstəyəl x. 29 üstəyəl x olacaq oğuldan 2 dəfə çox, 2 dəfə böyük. Yəni bu bərabərdir 2 dənə oğulun yaşına. 29 üstəyəl x bərabərdir 2 vur 6 12 üstəgəl 2x-ə. Yenə 12-ni sol tərəfə, x-i sağ tərəfə ataram. 29 çıx 12 bərabərdir 2x çıx x. 17 bərabərdir x-ə. Deməli 17 ildən sonra ata oğuldan 2 dəfə böyük olar. Ondan sonra baxaq 11-ci suala. Lalə anadan olanda Oktayın 3 yaşı var idi. Neçə ildən sonra Lalənin yaşı Oktayın yaşına nisbəti 5/6 olacaq. Deməli, bir var Laləmiz, bir də var Oktayımız. Lalə anadan olanda Oktayın 3 yaşı var idi. Oktayın 3 yaşı var idi. Lalənin anadan olanda 0 yaşı var idi. Neçə ildən sonra? Bilmirəm, yazıram x ildən sonra. X ildən sonra Lalənin yaşı Oktayın yaşına nisbəti 5/6 olar. X ildən sonra Lalənin yaşı olacaq 0 üstəyəl x, yəni x. Oktayın yaşı olacaq 3 üstəyəl x. Bunların nisbəti, yəni x-in 3 üstəyəl x-ə nisbəti bərabər olar nə? 5/6. Bunu da çarpaz eləsəm, 6x bərabərdir 5 3-ə 15 üstəgəl 5x. Burada da 6x çıx 5x bərabərdir 15. X də bərabər olar 15. Deməli, 15 ildən sonra. Baxaq 12-ci suala. 12-də deyir ki, Bəhruz anadan olanda, yenə eyni sualdır. Bəhruz və Şəlalə. Deməli, Bəhruz anadan olanda bunun yaşı yoxdur, 0 yaş. Şəlalənin 4 yaşı var idi. Neçə ildən sonra? Neçə il deyirsə, x ildən sonra. X ildən sonra Bəhruzun yaşının Şəlalənin yaşına nisbəti 5/7 olar. X ildən sonra Bəhruzun yaşı x, Şəlalənin yaşı 4 üstəyəl x. Bunların yaşlarının nisbəti olsun 5/7. Bunu da tapmaq üçün çarpaz elədik. 7x bərabərdir 5-i 4-ə 20 üstəgəl 5x. 7x çıx 5x bərabərdir 20-yə. 2x 20 olarsa x olacaq 10. Deməli, cavab 10 ildən sonra. 12-dən sonra 13-cü sual. Həsən etibardan 8 yaş böyük. Həsən 7 il əvvəl, etibar isə 9 il sonra anadan olsaydı, Həsənin yaşı etibarın yaşından 3 dəfə çox olardı. Həsənin indi neçə yaşı var? Getdik. Bir var Həsənimiz, bir də etibarımız. Deməli, Həsən etibardan 8 yaş böyük. Həsən böyükdür. 8 yaş. Etibara x desəm Həsən olar x üstəyəl 8. Deyir, Həsən 7 il əvvəl. Əgər Həsən 7 il əvvəl
dünyaya göz açsaydı, deməli bunun hal-hazırda 7 il daha çox yaşı olardı. Yəni 7 yaş böyük olardı. Bu nə deməkdir? Məsələn, mən tutaq ki 2010-da dünyaya göz açmışamsa, indi 15 yaşım var. Əgər 2000-ci ildə dünyaya göz açsaydım, indi olardı 25 yaşım. Nə qədər gec dünyaya gəlmişəmsə, o qədər yaşım çoxdur. Baxıram, Həsən Etibardan 8 yaş böyük, Həsən 7 il əvvəl dünyaya göz açsaydı, onda olardı x üstəgəl 8 üstəgəl 7. Yəni bu hal-hazırda 15 yaş Etibardan böyük olardı. Etibar isə 9 il sonra. Yəni Etibar tutaq ki 2010-da dünyaya göz açıb, əgər 2010-dadırsa 15 yaş, 2019-da göz açsaydı, indi 6 yaşı olardı. Yəni nə qədər gec dünyaya göz açırsa, yaşı o qədər az olacaq. Onda x sıx 9 olardı. Əgər Həsən 7 yaş, 7 il əvvəl, Etibar 9 il sonra dünyaya göz açsaydı, onda Həsənin yaşı Etibarın yaşından 3 dəfə çox olardı. Onda Həsənin yaşı x plus 15 olardı axı. Etibarın yaşı x sıx 9. Etibarın yaşından 3 dəfə çox olardı. X üstəgəl 15 bərabərdir 3x sıx 27-yə. 27-nin sol tərəfə atıram, x-i sağ tərəfə. 15 üstəgəl 27 bərabərdir 3x sıx x. Bunları toplayanda 42 bərabərdir 2x-ə, x də bərabərdir 21-ə. Deməli, Etibarın 21 yaşı, Həsənin isə indi 21 üstəgəl 8, yəni 29 yaşı var. Bu qədər. Baxaq 14-cü suala. Bu da 13-cü qoşmasıdır. Günel Zümrüddən 7 yaş böyük. Deməli, bir var Günelimiz, bir də var Zümrüdümüz. Günel Zümrüddən 7 yaş böyük. Zümrüd x, Günel bundan 7 yaş böyük. Əgər Günel 6 il əvvəl olsaydı, x üstəgəl 7, 6 yaş böyük olardı. Zümrüd 3 il sonra, yəni 3 yaş kiçik olsaydı, bu nə oldu? X plus 13, bu nə oldu? X sıx 3. Olsaydı, Günelin yaşı Zümrüdün yaşından 2 dəfə çox. Günelin yaşı Zümrüdün yaşından 2 dəfə çox olardı. Günelin indi neçə yaşı var? Getdik, x üstəgəl 13 bərabərdir 2x sıx 6. 6-nı sol tərəfə, x-i sağ tərəfə ataq. 13 üstəgəl 6 bərabər 2x sıx x. 19 bərabər x-ə. Deməli, Zümrüdün 19, Günelin isə 19 üstəgəl 7. 26 yaşı var. 14-dən sonra baxaq 15-ə. 15-də deyir ki, ana qızından 4 dəfə böyükdür. Ana qızı. Deməli, ana qızından 4 dəfə böyükdür. Qıza x desəm, ana olacaq 4x. 3 ildən sonra, o qızından 3 dəfə böyük olar. Onda 3 il sonra ana olacaq 4x plus 3, qızı olacaq x plus 3. Və 3 ildən sonra 4x plus 3, ana qızından 3 dəfə böyük olar. Bu qədər. Bunda 4x plus 3 bərabərdir 3x üstəgəl 9-a. 3x ataq sol tərəfə. 4x sıx 3x bərabərdir 9 sıx 3. X bərabər 6. Deməli, qızın 6 yaşı, ananın isə 4 vur 6, 24 yaşı var. Qızın indi neçə yaşı var? 6. 15-dən sonra baxaq 16-ya. Bu da eyni sualdır. Ana və qız. Deyir ki, ana qızından 4 dəfə böyük. Qıza x. Desən, sual təkrar düşüb. Eyni sualdır. 3 ildən sonra o qızından 3 dəfə böyük olacaq. Qızın indi neçə yaşı var? Sual təkrar düşüb. Eyni sualdır. 17-də qardaş ilə bacının birlikdə 34 yaşı var. Deməli, bir qardaş var, bir də bacı. Qardaş, bacı. Deməli, qardaş ilə bacının birlikdə 34 yaş var. Qardaş bacıdan 12 yaş böyük olarsa, qardaş 12 yaş böyükdür. Bacıya x desək, qardaş olacaq ondan 12 yaş böyük. Bunların bir yerdə yaşı 34-dür. Yəni, bunların cəmi 34-dür. 2x üstəgəl 12 bərabərdir 34-ə. 2x bərabərdir 22-yə. X də bərabərdir 11. Deməli, bacının 11, qardaşın isə 11 üstəgəl 12, 23 yaşı var.
Deyir, qardaşın neçə yaşı var? Tapdıq 23. Bu məsələlərdən bu qədər. Növbəti videolarda digər bütün məsələ tiplərini atacağam. İnşallah sürət zaman, hovuz, iş və digər məsələləri paylaşacağam. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.